Mazarini daşı. İkinci fəsil. Holmes sanki həlledici gediş etməyə hazırlaşan Grossmeister kimi fikirli-fikirli ona baxdı. Sonra masanın siyirtməsini çəkib oradan qalın bir bloknot çıxartdı. Bu kitabçada bilirsinizmi nə var? Xeyr, xəbərim yoxdur, ser. Siz varsınız. Mən? Bəli, ser, siz. Sizin rəzil və cinayətkar həyatınızın hər bir addımı buraya həkk olunub. Açılın başından, Holmes. Knyaz ayağa sıçrayaraq dedi. Səbrimi sınamayın. Burada hər şey yazılıb, Knyaz Silvius. Hətta Blimer'dəki mülkünü sizə miras qoymuş Mrs. Harold'un ölümünə dair dəqiq məlumatlar da. Hansı ki, həmin mülkü siz qumarda uduzubsunuz. Cəfəngiyatdır. Miss Minnie Verrender'in başına gəlmiş hadisə də burada yazılıb. Boş şeydir. Bundan heç nə çıxmaz. Başqa məsələlər də var, Knyaz. 13 fevral 1892-ci ildə Rivieraya gedən ekspres qatarında qarət hadisəsi. Elə həmin il Lyon bankına aid saxta qəbz. Yox, burada səhv edirsiniz. Demək, qalan məsələlərdə səhv etməmişəm. Qulaq asın, Knyaz. Siz axı əla kart oynayırsınız. Əsas kartların rəqibdə olduğunu bilə-bilə oyunu davam etdirməyin nə mənası var? Bütün bu boşboğazlığın qiymətli daşla nə əlaqəsi var? Səbriniz olsun, Knyaz. Marağınızı biraz cılovlayın. İcazə verin, məsələni ardıcıllıqla sizə danışım. Bütün dəlillər sizin əleyhinizədir. Amma bunlardan əlavə, brilliant məsələsində də sizin və mühafizəçinizin əleyhinə təksib olunmaz sübutlar var. Hansı sübutlar? Birincisi, sizi White muzeyinə aparıb gətirən sürücünün ifadəsi. İkincisi, sizi vitrinin yanında görən qapıçının ifadəsi. Və nəhayət üçüncüsü, daşı mişarla parçalamaqdan imtina edən Ayki Sanders'in ifadəsi. Artıq Ayki sizin əleyhinizə polisə ifadə verib. Oyun uduzulub, Knyaz. Cinayətkar Silvius'un alnındakı damarlar qəzəbdən şişdi. O öz həyəcanını yatırmağa çalışaraq qarayanız və tüklü əllərini əsəbi halda sıxmağa başladı. Danışmaq istədi, amma dili söz tutmadı. Mənim kartlarım bunlardır. Onların hamısını sizə açıb söylədim. Amma bir kart çatışmır. Brilliant kartı. Mən qiymətli daşın harda olduğunu bilmirəm. Bunu heç vaxt bilməyəcəksiniz. Siz belə fikirləşirsiniz? Ağıllı olun, Knyaz. Bütün şərtləri götür-qoy edin. Sizi 20 il həbsxanada saxlayacaqlar. Sem metrounda həmçinin. Daşın sizə nə faydası var? Heç bir. Amma onu qaytarsanız, sizə söz verirəm ki, iş məhkəməyə gedib çıxmayacaq. Siz də, Sem də bizə lazım deyilsiniz. Bizə qiymətli daş lazımdır. Onu geri qaytarın. Bu sizin həbs olunmamanız üçün sonuncu şansınızdır. Əgər mənimlə razılaşıb daşı geri versəniz, azadlıqda qalacağınıza zəmanət verirəm. Amma bu dəfə də ilişsəniz, bu artıq sonunuz olacaq. Hələlik isə mənə sizi yox, daşı tapmaq tapşırılıb. Əgər razı olmasam, onda daşı yox, sizi aparmalı olacaq. Holmes zəngi çaldı. Billy içəri girdi. Knyaz, mənə elə gəlir ki, bu müzakirələrimizə dostunuz Semi də dəvət etmək pis olmazdı. Necə olsa, o da bu işdə maraqlı tərəfdir. Billy, küçədə qapının astanasında yekəpər, kobud bir centilmen görəcəksiniz. Ondan xahiş edin ki, bura qalxsın. Sir, əgər imtina etsə, kobudluq etməyin, Billy. Əgər onu Knyaz Silvius'un çağırdığını desəniz, mütləq gələcək. Sizin fikriniz nədir? Billy çıxan kimi Knyaz soruşdu. Mən biraz əvvəl dostum Watsona demişdim ki, toruma akula və çay balığı düşüb. İndi toru da artıram. Balıqların ikisi də sudan çıxmaq üzrədir. Silvius əlini arxa cibinə toxunduraraq stuldan qalxdı. Holmes isə əlini xalatın cibinə saldı. Sizə öz yatağınızda ölmək qismət deyilmiş, Holmes. Bəli, mən bunu çox fikirləşmişəm.
Ancaq bunun nə əhəmiyyəti var? Knyaz, deyəsən elə siz də üfüqi vəziyyətdə yox, şaquli vəziyyətdə ölümü qəbul edəcəksiniz. Amma bu pis proqnozlarla əhvalımızı korlamayaq. Bu günün özündən zövq almaq daha yaxşı deyilmi? Cinayət aləmi kralının qara və hirsli gözləri birdən qəzəblə parıldadı. Holmesun bütün vücudu gərilmişdi və istənilən an zərbəni dəf etməyə hazır idi. Sanki onun boyu biraz da uzanmışdı. Tapancayı alatmağa dəyməz dostum, Holmes sakitcə dedi. Siz çox yaxşı bilirsiniz ki, əgər tapancanızı qısqatmağa sizə fürsət versəm belə, onu işə salmağa cəsarət etməzsiniz. Tapancalar səs-küylü silahdır. Knyaz, sizi çətinə salar. Pnevmatik tüfəngdən istifadə etmək daha yaxşı olar. Deyəsən, mən sizin şərikinizin ayaq səslərini eşidirəm. Salam, Mr. Metron. Küçədə gözləmək darıxdırıcıdır, doğrudurmu? Məşhur boksçu, axmaq, inadkar və kobud üzlü yekəpər gənc qapının ağzında yöndəmsizcə dayanıb, çaşqın halda otağa göz gəzdirdi. Holmesun nəzakətli sözləri onu karıxdırmışdı. Ürəyində Holmesa qarşı düşmənçilik hiss etsə də, özünü necə aparmağı bilmirdi. O öz yoldaşına tərəf döndü. Knyaz, burada nə baş verir? Ona nə lazımdır? Nə olub? Onun səsi boğuq və xırıltılı idi. Silvius çiyinlərini çəkdi. Onun əvəzinə Semə Holmes cavab verdi. Mr. Merton, əgər qısa söyləsək, siz oyunu uduzmusunuz. Boksçu yenə üzünü öz yoldaşına tərəf tutub dedi. O zarafat edir. Mənim indi zarafat etməyə halım yoxdur. Bunu yaxşı anlayıram, Holmes dedi. Və sizə əmin edirəm ki, 1-2 saatdan sonra zarafatı heç sevməyəcəksiniz. Qulaq asın, Knyaz Silvius. Mən iş-güc adamıyam. Boş yerə vaxt itirə bilmərəm. İndi mən yataq otağına gedəcəyim. Xahiş edirəm, mənsiz burada sıxılmayın. Məsələnin nə yerdə olduğunu öz dostunuza təklikdə izah etsəniz daha yaxşı olar. O vaxta qədər mən skripkada Hoffmanın nağıllarından Barkarola ifadə edəcəyəm. 5 dəqiqədən sonra qəti cavab üçün geri gələcəyəm. Ümid edirəm, siz kifayət qədər aydın başa düşmüsünüz ki, 2 seçimdən birinə qərar verməlisiniz. Ya sizi aparacaq, ya da daşı. Holmes küncə söykənmiş skripkanı götürərək otaqdan çıxdı. 1 dəqiqədən sonra yataq otağının bağlı qapısı arxasından bu həzin melodiyanın uzun notları eşidildi. Axı nə olub? Merton dostundan soruşdu. Yoxsa o daş haqqında bilir? Görüm onu lənətə gəlsin. O həddən artıq çox şey bilir. Bəlkə də hər şeyi bilir. Lənət şeytana! Boksçunun sarımtıl üzü yüngülcə ağardı. Bizi Ayki Sanders ələ verib. Ayki, əlimə keçsə onun boynunu sındıracağam. Qoy bunun üstündə lap məni assınlar. Bunun faydası olmaz. Nə edəcəyimizə qərar verməliyik. Dayan, boksçu yataq otağının qapısına şübhə ilə baxaraq dedi. Bu hiləgər tülkü ilə ehtiyatlı davranmaq lazımdır. O bizə qulaq asmır ki. Skripka çalırsa necə qulaq asa bilər? Doğrudur. Pərdənin arxasında başqa adam yoxdur ki. Burada həddindən çox pərdə var. Boksçu ətrafa göz gəzdirdi və birdən gözləri pəncərənin arxasındakı müqavvaya sataşdı. Sem heç bir söz demədən təəccüblə ona baxdı. Bu, mumdan düzəldilmiş kukladır, deyə Knyaz izah etdi. Saxtadır, hə? Əladır, belə şey adamın yuxusuna da girməz. Lap canlıdır, əynində xalat da var. Görün bu pərdələr lənətə gəlsin, Silvius. Əl çək bu pərdələrdən, boş yerə vaxt itiririk. Vaxtımız isə çox azdır. O bizi bu daşa görə həbs edə bilər. Cəhənnəmə ki. Amma daşın yerini desək, o bizi buraxacaq. Yox, 100.000 funtluq daşdan imtina edəcəyik. Başqa çıxış yolu yoxdur. Merton qısa qırxılmış başını qaşıdı. Qulaq as, axı o təkdir, işini bitirək və salam. Əgər onu öldürsək, təhlükə sovuşar. Knyaz başını yırğaladı. Onun da silahı var. Həm də çox sayıq adamdır. Onu güllələsək, buradan asanlıqla çıxa bilməyəcəyik.
Həm də o yəqin ki, əlində olan məlumatları polisə ötürə bilib. Dayan, bu nədir? Onlar pəncərə tərəfdən gələn zəif bir səs eşitdilər. Hər ikisi ayağa sıçradı. Amma sakitlik idi. Əgər kürsüdəki qəribə heykəli nəzərə almasaq, otaqda onlardan başqa heç kəs yox idi. Səs küçədən gəlir, Merton dedi. Qulaq as, şef, sən ki ağıllı adamsan, nəsə fikirləşmək lazımdır. Əgər yumruqları işə salmaq lazım deyilsə, onda qərar vermək sənin işindir. Mən belə adamları çox aldatmışam, deyə Knyaz cavab verdi. Qiymətli daş mənim cibimdədir. Onu başqa yerdə saxlamağa ürəyim gəlmədi. Bu gecə onu Amsterdama göndərə bilərik. Orada isə bazar gününə qədər daşı 4 yerə bölərlər. O, Van Seddar haqqında heç nə bilmir. Mən elə fikirləşirdim ki, Van Seddar keçən həftə yola düşüb. O, keçən həftə yola düşməli idi. Amma indi növbəti gəmini gözləməli olacaq. İkimizdən biri daşı Lime Streetə aparmalı və onu xəbərdar etməlidir. Daşı qoymaq üçün qap hələ hazır deyil. Nə etmək olar? Risk edib daşı belə aparmağa məcburuq. Bir dəqiqə də vaxt itirmək olmaz. O, yenə sayıq olmağa vərdiş etmiş bir ovçu kimi sustu və diqqətlə pəncərəyə baxdı. Bəli, bu zəif səs heç şübhəsiz ki, küçədən gəlirdi. Holmes aldatmaq asan işdir. Bu lənətə gəlmiş səfeh dedi ki, əgər daşı ona versək, bizə toxunmayacaq. Yaxşı, biz daşı ona verəcəyimizi deyərik. Onu yanlış işə yönəldərik. O, işin nə yerdə olduğunu anlayana qədər qiymətli daş Hollandiyada olar. Biz isə başqa ölkəyə çıxıb gedərik. Bax, bu əla oldu. Sam Merton razı halda qımışaraq dedi. Sən Hollandiyalının yanına gedib, ona tələsmək lazım olduğunu deyəcəksən. Mənsə bu səfəhin başını qatmağı öz öhdəmə götürürəm. Ona deyəcəm ki, qiymətli daş Liverpooldadır. Bu lənətə gəlmiş musiqi əsəblərimə toxunur. Holmes daşın Liverpoolda olmadığını aydınlaşdırana qədər daş 4 hissəyə bölünəcək. Biz isə dənizdə olacağıq. Bura gəl, açarın deşiyindən görünürsən. Brilyant məndədir, gizli cibimdə. Onu özünlə gəzdirməkdən qorxmursan? Ən etibarlısı özümlə gəzdirməkdir. Əgər biz onu White muzeyindən oğurlamağı bacarmışıqsa, onda istənilən oğru da bunu mənim mənzilimdən çırpışdıra bilər. Ver baxım. Knyaz Silvius irəliyə uzanmış çiklərlə fikir verməyib, öz boksçu yoldaşına acıqlı-acıqlı baxdı. Elə fikirləşirsən ki, mən sənə kələk gələrəm? Merton dedi. Knyaz, nəzərə alın ki, sizin bu hoqqalarınız məni lap əsəbləşdirməyə başlayır. Yaxşı, Sam, incimə. İndi bizə mübahisə etmək yaraşmaz. Əgər bu gözəlliyə yaxşı-yaxşı baxmaq istəyirsənsə, onda buraya, pəncərəyə tərəf gəl. Al, işığa tərəf tut. Təşəkkür edirəm. Holmes bir göz qırpımında əvvəl müqavvə qoyulan kürsüdən sıçrayıb brilyantı qapdı. O bir əlində qiymətli daşı, digər əlində isə tapanca tutaraq Knyazın başını nişan almışdı. Hər iki fırıldaqçı karıxmış halda geri çəkildi. Onlar özlərinə gələnə qədər Holmes elektrik zəngin düyməsini bastı. Müqavimət göstərməyə ağlınıza belə gətirməyin. Centilmenlər, sizdən rica edirəm, mebeli korlamayın. Siz anlamalısınız ki, vəziyyətiniz çox ümidsizdir. Polis aşağıda gözləyir. Knyaz elə sarsılmışdı ki, bu dəqiqələr qorxu və qəzəb ikinci plana keçmişdi. Lənət şeytana, bu axı necə oldu? O xırıltılı səslə dedi. Sizin heyrətlənməyiniz tamamilə təbiidir. Siz bilmirsiniz ki, bu pərdənin arxasında yataq otağına açılan ikinci qapı var. Səhv etmirəmsə, müqavvanı kürsüdən götürdüyümü eşitdiniz. Amma bəxtim gətirdi. Siz səsin küçədən gəldiyini zənn etdiniz. Mənsə sizin söhbətinizi eşitdim. Təbii ki, mən yanınızda olsaydım, siz açıq danışa bilməzdiniz. Knyaz silahını yerə qoymuş adamlar kimi dayanmışdı. Siz qazandınız, Holmes. Əsl şeytansınız. Ola bilər, Holmes nəzakətlə gülümsəyərək cavab verdi. Yelbein Sam Merton isə nə baş verdiyini hələ yeni anlamağa çalışırdı.
Pilləkəndən ağır addım səsləri eşidildikdə, nəhayət yekəpər boksçunun dili söz tuta bildi. Əsl xəfiyyəsiniz. Ancaq mən bir şey anlamıram. Bu lənətə gəlmiş skripka hələ də cüyüldəyir. Elədir, deyə Holmes cavab verdi. Qoy cüyüldəsin. Müasir qramofonlar gözəl icaddır. Polislər otağa soxuldu. Qandallar şaqqılladı və cinayətkarları polis maşınına mindirdilər. Watson dostu Holmesu daha bir qələbə münasibəti ilə təbrik etmək üçün onun yanında qaldı. Onların söhbəti yenə də soyuqqanlı Billinin içəri daxil olması ilə yarıda kəsildi. Sir, Lord Cantilmer gəlib. Billi, onu bura gətirin. Bu adam məşhur vəkildir. Avqustinlərin marağını qoruyur, Holmes dedi. Çox sadiq vətəndaş və gözəl şəxsiyyətdir. Amma biraz köhnə dəblidir. Onu nəzakətli olmağa məcbur edəkmi? Bəlkə biraz əylənək. Onun baş verənlərdən əlbəttə ki, xəbəri yoxdur. Qapı açıldı və astanada uzun sifət, arıq bir adam göründü. Orta əsrlərə aid Viktorian üslubunda qətran kimi qara bakembardlar sallaq çiyinlərə, qocalara məxsus ürkək addımlara qətiyyən uyğun gəlmirdi. Holmes nəzakətlə ona yaxınlaşıb əlinə sıxdı. Salam, Lord Cantilmer. Yay da olsa bugün hava çox sərindir. Amma otaqlarımız istidir. İcazə verin, paltonuzu çıxartmağa sizə kömək edim. Təşəkkür edirəm, amma paltomu soyunmaq fikrim yoxdur. İcazə verin, sizə kömək edim. Holmes Lordun qolundan yapışaraq təkid etdi. Dostum, Doktor Watson da təsdiq edər ki, kəskin temperatur dəyişmələri sağlamlıq üçün çox zərərlidir. Zat aliləri əsəbi halda əlini geri çəkdi. Mənim üçün belə rahatdır. Burada çox qalmayacağam. Bura yalnız ona görə gəldim ki, öhdənizə götürdüyünüz işin necə getdiyini öyrənim. Çətindir, çox çətindir. Belə deyəcəyinizi bilirdim. Qoca Lordun sözlərində açıq-aşkar istehza vardı. Hər kəs gec-tez öz imkanlarının məhdud olduğunu dərk edəcək, Mr. Holmes. Amma ən azından bu sizi lovğalıq xəstəliyindən xilas edər. Boynumu alıram, Sir. Başımı tamam itirmişəm. Bu tamamilə təbiidir. Bir cəhət xüsusilə məni sıxır. Sizin köməyinizə güvənə bilərəmmi? Mənə məsləhət üçün çox gec müraciət edirsiniz. Siz hər bir halda öz ağlınıza güvənməyə adət etmisiniz. Amma buna baxmayaraq sizə kömək etməyə hazıram. Bilirsinizmi, Lord Cantilmer, əlbəttə biz qiymətli daşı oğurlayanların əleyhinə ittiham qaldıra bilərik. Onları yaxaladığınız zaman. Təbii ki, amma oğruya qarşı hansı tədbirləri görməyi lazım bilirsiniz. Belə suallar vermək üçün çox tez deyilmi? Amma hər şeyi qabaqcadan götür-qoy etməliyik. Sizcə hansı dəlillərin əsasında və kimə qarşı ittiham irəli sürmək olar? Qiymətli daş kimdə tapılsa, təqsirkar odur. Siz bunu həbs üçün yetərli dəlil sayırsınızmı? Əlbəttə, Holmes nadir hallarda gülərdi. Amma Watsonun dediyinə görə bu dəqiqələrdə o özünü gülməkdən zorla saxlamışdı. Onda, Sir, nə qədər acı olsa da, mən sizin həbsinizi tələb etməliyəm. Siz həddinizi aşmısınız, Mr. Holmes. Lord Cantilmer əməlli başlı işləndi. Onun sarımtıl yanaqları azca allandı. 50 ildir ki, ictimai fəaliyyətlə məşğulam. Amma heç zaman belə sözlər eşitməmişəm. Mən işgüzar adamam. Mənə ciddi vəzifələr tapşırılıb. Belə axmaq zarafatlara qulaq asmağa vaxtım yoxdur. Sir, açığını desəm, sizin istedadınıza heç vaxt inanmamışam. Məncə, işi rəsmi polisə tapşırsaydılar, daha yaxşı olardı. Sizin hərəkətləriniz mənim haqlı olduğumu göstərir. Gecəniz xeyrə qalsın. Amma Holmes qapının ağzında dayanıb vəkilinin yolunu kəsdi. Dayanın, Sir. Mazarini daşına müvəqqəti sahib olmağın zərəri yoxdur. Amma bu daşla buradan çıxıb getmək ciddi ittihamlara səbəb olar. Sir, mənim səbrimi sınamayın, yol verin. Əvvəlcə əlinizi paltonuzun sağ cibinə salın. Bu nə deməkdir, Sir? Mübahisə etməyin, Sir. Dediklərimi əməl edin. Növbəti saniyədə sarsılmış vəkil titrək əlində sarı rəngli böyük brilyant daşı tutaraq gözlərini qırpa-qırpa, mızıldana-mızıldana Holmesun qarşısında dayandı.
Axı necə ola bilər? Axı necə ola bilər, Mister Holmes? Çox pis, çox pis oldu, Lord Kantilmer. Holmes bəkdən dedi. Belə mistifikasiyaları xoşladığımı dostum Watson sizə deyə bilər. Bundan əlavə, dramatik vəziyyətlər ən zəif yerimdir. Əlbəttə, sizə qarşı böyük sayğısızlıq göstərib qiymətli daşı söhbətin lap əvvəlində cibinizə atmışdım. Qoca vəkil gözlərini daşdan çəkib Holmesun gülümsəyən üzünə baxdı. Mən doğrudan da çaşıb qalmışam, ser. Amma bu ki, həqiqətən Mazarinin daşıdır. Sizə çox təşəkkür edirik, Mister Holmes. Bəlkə də sizin orijinal zarafat tərziniz var. Üstəlik zarafat üçün uyğun vaxt seçmirsiniz. Amma sizin heyrətamiz istedadınız haqqında tənqidlərimi geri götürürəm. Axı bu daşı necə tapdınız? Bəzi məsələlər hələ aydınlaşmayıb. Amma təfərrüatların elə də əhəmiyyəti yoxdur. Lord Kantilmer, şübhə etmirəm ki, işin uğurla başa çatması haqqında xoş xəbəri yüksək dairələrdə dilə gətirməkdən aldığınız zövq mənim yersiz zarafatımı unutduracaq. Billy, zat alilərini ötürün və Mrs. Hudsona deyin ki, saat 8-in yarısına az qalıb. Mümkün qədər tez 2 nəfərlik şam yeməyi hazırlasın. Sonu.